Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün mən sizə Samsung modelinin RT 35K 440S8 modeli haqqında məlumat verəcəm. Deməli, əvvəlki çəkilişlərimizdə də təxminən 1-2 il əvvəl bir video çəkmişdim və çox sayılı kommentlərə əsaslanaraq sizin xahişlərə əsaslanaraq yeni bir video çəkmək qərarına gəldim. Artıq 2 ildən çoxdur ki, mən bu modeli istifadə edirəm və kommentlərdə də görürəm ki, soyutma ilə bağlı problemlər var. Bəli, bu problem məndə də yaşanmışdı. Deməli, 2 səbəbdən problem ola bilər. İlk növbədə deməli, temperaturu tənzimləmək, ikincisi isə deməli, soyutma problemi bu modellərin, ümumiyyətcə bütün Norfos modellərinin ayaqlarını tənzimləməkdən ibarətdir. Və kommentlərdə də görürəm ki, bildirilir ki, və temperatur artırırıq və heç bir nəticə vermir. Yenə də eyni vəziyyətdədir soyutma. İndi isə mən sizə bunu qısa da olsa göstərəcəm. İlk növbədə nə edirsiniz? Deməli, dondurucunu və ümumi tutma olan, böyük tutma olan hissənin temperaturlarını tənzimləyirsiniz. Üzü yay mövsümünə doğru gedirik. Burada nə edirsiniz? Gördüyünüz kimi burada 2 temperatur var. -19 dərəcə olan temperatur bizim bu modelin yuxarı hissəsinin dondurucusunun temperaturudur. Onu -19'a qoyursunuz. Aşağı hissəni isə qoyursunuz müsbət 1 dərəcəyə. Bu bir həll yoludur ki, temperatur tənzimlənir və temperatur normal şəkildə soyudur. İkinci şəkildə nə edirsiniz? İkinci şəkildə modelin qabaq hissələrindəki bu ayaqlar, görürsünüz, bu ayaqları tənzimləyirsiniz sağa və sola. Bunları mən gördüyünüz kimi tənzimləmişəm. Sağa sola eləyirsiniz və bunun qabaq hissəsi yuxarı qalxır və arxa hissəsi isə aşağıda olur. Niyə? Çünki bu Norfos sistemlərində belə bir proses var. Biz elə bilirik ki, onlar buz bağlamır, amma buz bağlayır. Bu buzlar bir müddətdən sonra tökülməlidir və özünüz səssizlik halda və yaxud da ki, evdə olanda diqqətlə qulaq assaz, bu buzların tökülməyini hiss eləyərsiniz. Buzlar arxada bir qab var, o qabın üstündə bir hissə var, ora tökülür və motorun üstündəki istilik nəticəsində o buzlar başlayır əriməyə və motorun üzərində bir qab var ki, suyu başlayır ora axmağa. Bəli, siz bu prosesləri görə bilmirsiniz, elə bilirsiniz ki, bu buz bağlamır, sadə şəkildə işləyir, amma belə bir proses baş verir. Su orada deməli motorun üzərindəki qaba tökülür və bir müddətdən sonra buxarlanıb gedir. Və biz ora baxdıqda görürük ki, heç bir su yoxdur. Yəni proses bundan ibarətdir. İkinci ən böyük soyutma problemlərindən biri budur. Mütləq şəkildə modelin ayaq hissələrini qaldırırsınız. Sanki avtomobildir, o avtomobillər ki var ki, qabaq hissəsini qaldırır, arxa hissəsi aşağı olur. Bu şəkildə, yəni tam olaraq çalışdığınız qədər qabaq hissələri qaldırırsınız, arxa hissə aşağı enir və müəyyən bir meyillik yaranır ki, buzlar oradan tökülüb, gəlib o hissədə dayansın və ərisin. Və bu proses baş verdikdən sonra siz artıq bu modeldə və yaxud da ki, digər bütün Norfos modellərində hər şeyin qaydasında getdiyini görəcəksiniz və soyutmanın qaydasına düşdüyünü və artıq bu proseslərlə, bu problemlərlə rastlaşmayacaqsınız. Belə, əgər videonuzu bəyəndirsə, like edə bilərsiniz, kommentlərə yaza bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Və mən də yenidən özümün başına gələn problemləri sizlərlə gözəl şəkildə bölüşməyə həmişə razıyam. Siz də kommentlərdə fikirlərinizi bildirin və videonu bəyəndinizsə, sizə xeyirli olsa, like düyməsinə basın, abunə olun. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram.